Salam, hər vaxtınız xeyir olsun. Ekspert rəyi efirdədir. Bugün biz əmək münasibətləri ilə bağlı qanunvericilikdə dəyişikliklər haqqında danışacağıq. Yanvar ayında Prezident İlham Əliyev əmək münasibətləri ilə bağlı qanunvericilikdə edilmiş dəyişiklikləri təsdiq etdi. Əmək Məcəlləsi və digər bir sıra qanunlarda ümumilikdə 400-dən çox dəyişikliklər edilib və bu dəyişikliklər Beynəlxalq Əmək Təşkilatının konvensiyaları və beynəlxalq təcrübəyə uyğun olaraq həyata keçirilib və burada əsas məqsəd işçi hüquqlarının daha etibarlı müdafiə mexanizminin təşkil edilməsi, əmək münasibətlərində çevik və sosial yönümlü hüquqi tənzimləmələrin tətbiqi və müasir tələblərə uyğunlaşdırılmasıdır bu qanunların. Biz bu haqda danışacağıq bugünkü ekspertlərimizlə və ekspertlərimizi təqdim etmək istəyirəm. Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov. Sahib mənim salamlayırıq sizi, xoş gəlmişsiniz. Və Dövlət Əmək Müfəttişliyi Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə. İslam müəllim, salamlayırıq sizdə. Sizi studiyamızda görmək xoşdur və çox sağ olun ki, bizə vaxt ayırdınız bu vacib məsələ ilə bağlı. Və Sahib müəllim, istərdim elə sizdən başlayaq. Bu dəyişikliklərin böyük həcmdə dəyişikliklər var və bu dəyişikliklərin mahiyyəti barədə fikirlərinizi qısaca olaraq eşidək, sonra isə detallı müzakirə edəcəyik. Siz Əmək və Sosial Müdafiəsi Nazirliyində bu qanunverici əmək məcəlləsinin tətbiqi ilə bağlı çox saylı problemlər yığılır. Məsələn, əmək siyasəti şöbəsində ya Dövlət Əmək Müfəttişliyi Xidmətinin özündə və sonra zərurət yaranır ki, bu problemləri aradan qaldırmaq üçün zaman-zaman əmək məcəlləsinə dəyişikliklər edilsin. Mən bildiyiniz kimi həm də orada Nazirlikdə İctimai Şuranın üzvüyəm, həm də Əmək Bazarı İşçi Qrupunun üzvüyəm. Ona görə bir qədər məlumatlıyam və bu müzakirələr də uzun vaxt idi, müddət idi, gedirdi bu dəyişikliklərlə bağlı. Məhz buna görə biz sizi dəvət elədik ki, yəni bu zəruri dəyişikliklərdir, buna söz yoxdur. Amma mən hətta cənab nazirlə görüşdə də, əvvəlki nazir hörmətli Sahir Babayevlə də, ana müəllimlə görüşdə də təkliflə çıxış eləmişəm ki, bizdə yeni əmək məcəlləsi yeni redaksiyada qəbul olmalıdır. Bir halda ki, bu 4 il, 5 il vaxt çəkən bir məsələdir, mövcud məsələlər isə tənzimləmə tələb eləyir. Bu baxımdan edilən dəyişikliklərin hər biri zəruridir. Hətta orada redakta xarakterli ki, dəyişikliklər var, onların özünün də bir mühüm əhəmiyyət kəsb eləyir. Misal deyək ki, əmək müqaviləsinə xitam verilməsi, işdən çıxartmaq, və s. kimi terminlər, uyğun gəlməyən terminlər də aradan qaldırılıb. Yəni, əgər dəyişikliklər deyilsə, çox vacib sayıram və orada yeniliklər var. Və ümumiyyətlə, dəyişikliklər bir, işçi mənafeləri nöqteyindən dəyişikliklər var. İki, işə götürənlərin mənafeyi, əvvəlki işə götürənlər üçün problem olan məsələlər, tutaq ki, məzuniyyətə getməyən işçiləri ilə bağlı indi dəyişiklik var. Sonra əmək müqaviləsi, müddətli əmək müqaviləsinə xitam verməklə bağlı prosedur müəyyənləşib və s. Yəni, həm işə götürənlər üçün, həm işçilər üçün, həm də nəzarət orqanı üçün, yəni hansı ki, dövlət üçün belə deyək, əmək münasibətlərinin tərəflərindən biri də dövlətdir. Yəni, o tənzimləyici rolda çıxış edir və nəzarət həyata keçirir. Hər üçünün maraqları nəzərə alınmaqla, bir də həmkarlar ittifaqlarının maraqları da nəzərə alınmaqla bu dəyişikliklər edilib. İndi konkret danışsaq... Aydındır, detallar barədə bir qədər sonra danışacağıq. İstədim əvvəlcə İslam müəllim də fikrini eşidək bununla bağlı. İslam müəllim, kifayət qədər geniş dəyişikliklər var və bu dəyişikliklərin hansı zərurətdən yaranıb? Bu barədə istədim sizin fikrinizi eşidək və bunu hesab eləmək olarmı? Bu islahatdır və islahatlar bir yeni mərhələnin başlanğıcıdır. Mən də salamlayıram sizi, Şah müəllim. Yəni, əmək münasibətləri də hüquq münasibətlərinin digər hüquq münasibətləri kimi dəyişkən xarakterlidir. Yəni, daim dəyişən münasibətlərdir. Bildiyimiz kimi, əmək məcəlləsinin artıq qəbulundan 25 ildən artıq müddət keçibdir. Bu 25 il ərzində bu əmək münasibətləri daim inkişaf eləyir. Həm bu ümumilikdə ictimai münasibətlərin bir növü kimi əmək münasibətləri də inkişaf eləyir və bu dəyişiklikləri zəruri vəziyyətə gətirir. Eyni zamanda bu əmək məcəlləsinin qəbulundan sonra bizim dövlətin qoşulduğu Beynəlxalq Əmək Təşkilatının ratifikasiya etdiyimiz konvensiyaları var ki, o konvensiyaların müəyyən tələblərinin irəli gələn dəyişikliklər, zəruri edən dəyişikliklər yaranır. Həm o əmək münasibətlərinin dəyişkənliyi, həm ratifikasiya edilmiş beynəlxalq müqavilələrdən irəli gələn tələblər əsasında bu dəyişikliklərin zərurəti yaranıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bu sahədə dövlət siyasətini həyata keçirən dövlət orqanı olduğu üçün mütəmadi olaraq bu münasibətlərin dəyişkənliyi, həm o beynəlxalq təcrübə nəzərə alınaraq mütəmadi təhlillər aparılır və bunlar ümumiləşdirərək layihə şəklində, qanunvericiliyə dəyişiklik şəklində təqdim olunur. Bu dəyişikliklərin də zərurəti buradan irəli gəldi və bizim tərəfimizdən bu əmək məcəlləsinə böyük dəyişiklik layihəsi hazırlanaraq təqdim olundu və bildiyimiz kimi artıq yanvarın 16-sından öz qüvvəsini alıb. Nə dərəcədə əhəmiyyətlidir və yeni mərhələ hesab edə bilərik mi bunu? Bəli, o hissədə də sualınıza münasibətdə bildirmək istəyirəm ki, bunu siz dediniz islahat hesab etmək olarmı? Təbii ki. Belə ki, burada əmək münasibətlərində, əmək qanunvericiliyinə bir sıra yeni anlayışlar daxil edilib. Bildiyimiz kimi ailə vəzifələri olan işçi anlayışıdır bu. Bu günə qədər əmək qanunvericiliyində təsbit olunmayan və tənzimlənməyən bir hissə idi. Eyni zamanda ezamiyyə ilə bağlı anlayış gətirilib, ezamiyyəyə aid müəyyən normalar əlavə edilib ki, bu ezamiyyə ilə bağlı bildiyimiz kimi Maliyyə Nazirliyinin kollegiya qərarı və Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu məsələlər tənzimlənir. Lakin əmək məcəlləsi əmək qanunvericiliyini tənzimləyən əsas qanun olduğu üçün burada tənzimlənməsinə zərurət var idi və bunun kimi ən vacibi bildiyimiz kimi distant iş məsələsi idi. Bu 2020-ci ildə pandemiyadan sonra ən çox aktual olan məsələlərdən biri idi ki, insanlar müəyyən işləri artıq iş yerinə gəlmədən, məsafədən yerinə yetirməli idi. Bunlar təbii ki, ilkin olaraq bizim qanunvericiliyə anlayış olaraq daxil edilibdir və bunların sahib müəllim də qeyd elədiyi kimi bayaq müəyyən bundan sonra tənzimləmələrə təbii ki, ehtiyacı var. Əslində maraqlı məqamlar çoxdur və bunlardan biri də İslam müəllim də qeyd elədiyi kimi ailə vəzifələri olan işçi anlayışı ilə bağlıdır. Bu haqda istərdim sahib müəllim sizin fikrinizi eşidək. Bunun məcəlləyə daxil edilməsi əmək hüquqları baxımından nə dərəcədə əhəmiyyətlidir? O baxımdan ən az əhəmiyyətlidir ki, Beynəlxalq Əmək Təşkilatının əsas konvensiyalarından biri də məhz bu məsələyə həsr olunub və Beynəlxalq Əmək Təşkilatı ailə vəzifələri olan şəxslərin anlayışını verib, beynəlxalq bir termindir bu və indi bizim əmək məcəlləsinə də gətirilib və bununla bağlı da məcəllədə anlayış gətirməklə yanaşı səhv eləmirəmsə 58-ci maddədə də həm də göstərilib ki, yəni tutaq ki, xüsusən məsələn tutaq ki, gecə növbəsində işləyən işçilər var, ezamiyyəyə gedən işçilər var. Bunlar bəzən ailə qayğılarına görə çətinlik qarşısında qalırlar. Və işə götürən də onları, məsələn deyək ki, işə götürən əlbəttə işçisinə sosial partnyor kimi baxmalıdır, amma bəzən də qanunu tətbiq edir. Deyir, qanunda belə bir şey yoxdur. Ki, yəni mən sənə güzəşt eləyim. Yəni o birisi iş yoldaşların orada etiraz eləyəcək. Misal deyirəm ki, amma bu halda işə götürənin də əlində əsas var ki, mənim ailə qayğım var. Ailə qayğısı olan nə deməkdir? Tutaq ki, evində körpə uşaq var, ona baxmaq lazımdır. Tutaq ki, məsələn deyək də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollektiv müqaviləyə çox gözəl bir müddəa salıb. Əslində bu ailə qayğısı olanlara aid ondan qabaq idi. Nədir? Yəni kimsə səhər-səhər uşağını, övladını məktəbə aparırsa, bağçaya aparırsa bir qədər gec gələ bilər, amma həmin vaxtı iş artıq qalıb işləyəcək 8 saatlıq belə deyək, əmək normasını yerinə yetirmək şərti ilə. Gözəl bir mütərəqqi bir modeldir və indi bax burada da belə şeylər nəzərə alına bilər. Kiminsə ailə qayğısı var, uşaqları bağçaya aparmağa başqa bir şəxs yoxdur, tək böyüdür evladını, misal. Onun üçün bir güzəşt eləyə bilər ki, sən yarım saat gec gələrsən, amma yarım saatda işdən gec çıxarsan. Yaxud ezamiyyətə gedəndə ona güzəşt eləyə bilər ki, sən ailə qayğısın var, o körpə uşaqları baxmaq və yaxud ailəsində əlilliyi olan bir, məsələn, orqanizmin funksiyası 80-100% pozulmuş şəxs var, misal deyirəm. Bax, yəni bu hallar üçün nəzərdə tutulub. Yəni ilk baxışdan belə deyək, nə dəyişəcək, ciddi bir dəyişiklik olacaqmı deyə bilərik, amma bu çox vacib dəyişiklik. Həm də İslam müəllim də qeyd elədi, bu beynəlxalq öhdəliyimizdən irəli gələn bir məsələdir. Bu maraqlıdır ki, praktikada bu dəyişiklik, bax bu anlayışın tətbiq edilməsi hansı nəticələr verə bilər? Məhz söhbət gedir bu ailə vəzifələri olan işçi anlayışı ilə bağlı. Şahin müəllim, bildiyimiz kimi sahib müəllim də qeyd elədi. Bir çox müəssisələrdə bu məsələlərlə bağlı işçi ilə işə götürən mübahisələr yaranırdı. İşçi faktiki olaraq ailə vəzifələri olan işçi
anlayışına daxil idi. Lakin işə götürən bunun sahib müəllim də qeyd elədiyi kimi əsas gətirici, yəni qanunvericilikdə bununla bağlı bir güzəşt nəzərdə tutulmayıb. Bu sadəcə mənim hüququmdur, işə götürən hüququdur və bunu mən istəsəm verə bilərəm, istəsəm verməyə bilərəm. Yəni bu dəyişikliyə qədər. Amma bu dəyişiklikdən sonra artıq işə götürən bu hallarda işçi tərəfindən təqdim olunan arayış əsasında, tibb müəssisəsinin arayış əsasında ailə vəzifələri olan işçi olduğunu təsdiq edən sənəd əsasında işə götürəni artıq bununla bağlı güzəştləri işə götürənin qarşısında qaldıra bilər. Yəni bu artıq həm işə götürənlər üçün əlində qanuni bir, hüquqi bir əsas yaranır, həm də işçilər üçün həmin statusdan istifadə etmək üçün bir imkan yaradır. Daha bir yenilik, əvvəlcə istədim İslam müəllim, sizin bununla bağlı fikrinizi eşitdim, sonra sahib müəllimə də müraciət edəcəm eyni sualla bağlı. Distant iş anlayışı. Bu distant iş işçiyə, vətəndaşa hansı imkanlar açır və ola bilərmi ki, əlavə bəlkə risklər də var burada? Bəli, distant işin anlayışını əsas əmək funksiyasının məsafədən icra edən şəxslər, icra edilməsi ilə bağlı əslində müasir dövrdə artıq bu istiqamətdə belə deyək, distant iş rejimində çalışan kifayət qədər insanlar var. Biz görürük texnologiyaların inkişafı ilə bağlı internet, kompüter və s. yüksək texnologiyalar və bəzən xüsusən ofis işlərində heç ofisə gəlməyə ehtiyac yoxdur. Həqiqətən də müəyyən işləri icra edən müəyyən peşə sahiblərinə. Amma bu artıq rəsmiləşir, belə demək mümkündürsə. Və bu rəsmiləşmə hansı nəticələri gətirib çıxarda bilər? Hansı imkanlar və hansı risklər yaradır? Dediyimiz kimi bu ilkin olaraq məsafədən işin anlayışı əmək qanunvericiliyinə gətirilibdir. Burada əsas sual yaradan məsələlər odur ki, bu münasibətlər necə tənzimlənəcək, qeyd edildiyiniz kimi. Yəni işçi ilə işə götürən arasında bu aydındır. İşçi deyir ki, mən işi məsafədən görürəm, işə götürən də razılaşır. Sadəcə buradakı müəyyən risklər var ki, işçi o əmək funksiyasını yerinə yetirərkən hər hansı bir hadisə baş verə bilər və ya orada işə götürən ona hansı formada nəzarəti həyata keçirəcək. Hesab edirik ki, bunlar artıq əmək məcəlləsinin birbaşa tənzimləyəcəyi məsələlərin dairəsinə daxil deyil. Yəni bu artıq əmək məcəlləsinin 55-ci maddəsinə də bununla bağlı birbaşa dəyişiklik edilib ki, bu məsələlər, bununla bağlı məsələlər işçi ilə işə götürən arasında bağlanacaq əmək müqaviləsinə və ya əmək müqaviləsinin içində və ya ona əlavə olaraq bağlanacaq hər hansı bir müqavilə şəklində tənzimlənə bilər ki, məsələn işçi orada hansı saatlarda həyata keçirəcək, bu əmək fəaliyyətini həyata keçirərkən orada istifadə etdiyi xammal, deyək ki, istifadə etdiyi proqramdır, digər vasitələr, ləvazimatlar işə götürən tərəfindən təmin olunacaq, yoxsa işçi özü bunları təmin edib işə götürən onu əlavə olaraq kompensasiya edəcək. Bunların hamısı artıq qeyd etdiyimiz kimi əmək məcəlləsinə dəyişikliyi həmin distant işin anlayışının davamı olaraq işçi ilə işə götürən arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunacaq məsələlər. Siz necə bilirsiniz, sahib müəllim, bu sadalanan bu məsələlər əmək müqaviləsi ilə tənzimlənə bilərmi? Yoxsa əlavə risklər yenə də var, qalır? İslam müəllim dedi, mən tamamilə razıyam, amma burada bir sıra tənzimləməli məsələlər var, çox sayılı. Birincisi, yəni əmək məcəlləsi anlayışı verib, bir də bir yerdə qeyd olunub layihədə və artıq indi qüvvədədir, layihə deməyək. Bir də göstərilib ki, yəni əmək münasibətləri, əmək qanunvericiliyində, yəni o hüquq və vəzifələr hansı ki, işə götürən daşıyırdı və yaxud işçi daşıyırdı, onlar yəni adi əmək məcəlləsində deyək ki, məsafədən işləməyən işçilər üçün necə tənzimlənirsə, eləcə də burada tənzimlənməlidir. Amma burada bir sıra məsələlər açıq qalır. Birincisi məsələ odur ki, məsafədən iş harda yerinə yetiriləcək. Məsələn, bəzi ölkələr bunu tənzimləyir, konkret yerlər göstərir ki, yəni öz evinə də gəlib baxış keçirdir işə götürən. Yəni orada əmək və ədalətli və əlverişli əmək şəraitinin olub-olmamasını yoxlayır. Yalnız bu arenadan, yaxud ofisindən, yaxud bir başqa yerdən, elə bir yer ki, yəni bu sabit yer olsun. Mən amma indi notebookumu qoltuğuma vurmuşam, yaxud telefonumla gelib meşədə oturmuşam və oradan işi yerinə yetirirəm kimi məsələ olsa, çoxlu problemlər ortaya çıxacaq. Deməli, birinci, yəni bu dünya praktikasında bu artıq tənzimlənən məsələlər var. Əvvəlcə onu deyim ki, bu həm işə götürən üçün, həm işçi üçün əlverişlidir.
Məsələn, elə işçi var ki, 3 saat yalnız yolda itirir. Bu onun qazancı olacaq. Bəli. Bu artıq 3 saat qazandı. İşə götürən nə qazanır? İşə götürən, məsələn, daimi məsafədən işə götürdüyü işçilərə nisbətdə ofis sahəsini azaldacaq, avadanlığı azaldacaq və s. enerjiyə qənaət və s. hamısında udacaq. Yəni, bu da işə götürənin xeyri. Və mən sizə əminliklə deyirəm ki, məsafədən işləyən şəxs özü təkcə bu intellektual işi əhatə etməyəcək. Bir qədərdən sonra məsələn, maşın, mexanizm, dəzgahlar artıq var ki, onları evdən oturub idarə etmək olar. Mürəkkəb tutaq ki, freyzer dəzgahıdır, tornası dəzgahıdır, o da məsafədən. Qatarı da indi o məsafədən idarə etmək olur. Yəni, bu genişlənəcək, təkcə intellektual işi əhatə etməyəcək. Ona görə bu qaçılmaz bir məsələ. Amma burada açıq qalan məsələ. Birincisi, indi dünya praktikasında təşəkkül tapmış 4 forması var məsafədən işin. Biri daimi olaraq məsafədən işləyir. Yəni, onun üçün idarədə yer yoxdur. O, yəni deyək, iş yerində onun üçün nə yeri yoxdur, iş yeri yoxdur onun. O daim məsafədən işləyir. İkinci hal hibriddir. Yəni bir hissəsini işini məsafədən yerinə yetirir, qalan işi gəlib iş yerində həyata keçirdəcək. Üçüncü hal odur ki, yəni ad hoc da belə deyək, hansısa bir dəfəlik, hansısa bir layihədir və s. o üzrə işçi işə qəbul olunub, o işini məsafədən yerinə yetirəcək. Bir də fövqəladə hallar, yəni məsələn biz onu yaşadıq pandemiya dövründə. Bəli. Təxminən 4 forma var. İndi burada açıq qalan məsələlərdən bir neçə məsələ var. Biri odur ki, yəni mən yəni mütləq müəyyən olunmalıdır ki, işçi məsafədən iş yerini harda həyata keçirdəcək. Niyə? Bu həm də vacibdir. Heç bir sığorta şirkəti, yəni bununla bağlı istehsalatda bədbəxt hadisə, peşə və xəstəliklər hallarından sığorta haqqında qanuna da dəyişiklik mütləq getməlidir. Heç bir sığorta şirkəti, məsələn, mən avtomobilimlə geri-geri işi yerinə yetirdim, qəzaya uğradım, yaxud evdə işləyərkən gelib çayniki üstümə dağıtdım, xəsarət aldım, yaxud da hansısa uyğun olmayan bir yerdən işi yerinə yetirdim və bunun nəticəsində bədbəxt hadisə baş verdi, yaxud peşə xəstəliyi. Heç bir sığorta şirkəti onu sığortalamayacaq və sığorta haqqı da ödəməyəcək. Sığorta şirkətlərinin bütün dünyada prinsip budur. Əmin olduğu şeyi sığortalayır o. Ona görə, yəni burada ən azı biz o iş yeri hara olacaq, o müəyyənləşməlidir əlavə qaydalarla. İş yerindəki şərait, minimal şərait və hansı hallar istehsalatda bədbəxt hadisə və peşə xəstəliyi sayıla biləcək. Yəni mən gelib çaynikdən özümə çay süzürəm, çaynik üstümə dağılırsa sayılacaq, yoxsa yox. Misal deyirəm, sadə bir primitiv. Yoxsa hansı iş bilavasitə əmək fəaliyyəti ilə bağlıdırsa, çünki burada işə götürən bizi sığortalayır da, bədbəxt hadisə peşə xəstəliklərinin öz riskini sığortalayır. Bəli. Sığortalanmayanda birbaşa məsuliyyət onun üstündə qalır. İndi o sığortaladığı kimi onun üzərində nəzarət də həyata keçirir. Mən əmək mühafizəsi qaydasını pozanda o məni işdən kənarlaşdırır, cəzalandırır. Lap ciddi pozsam, ümumiyyətlə məndən 70 maddəsi ilə əmək müqaviləsinə xitam verir, inzibar tənbih edir. Mənim başımın üzərində nəzarətdir. Mən kaska taxmamışam, geyim formasından istifadə edəməm. Amma bu məsafədən onu nəzarət eləyə bilmir. Ona görə bunu məhdudlaşdıran normalar olmalıdır ki, işə götürən də burada ziyan çəkməsin. Çünki sığorta tərəfi də burada yəni ədalətli yanaşma nümayiş elətdirsin. Təsəvvür edin, hadisə baş verib, indi əmək müvəkkilliyi gəlib istehsalat zədələnməsi aktı tərtib olunmalıdır da. Ona görə də sizin xidmətində əsasnaməsində müəyyən dəyişikliklər getməlidir ki, yəni siz təhqiqatı evdə, ofisdə aparma qaydaları, həmişə təhqiqat harda aparılır? İş yerində. İndi burada iş yeri anlayışı dəyişdi. Ona görə də bir sıra normalar dəyişməlidir. Mən onun üstündə üzr istəyirəm, çox dayandım. Bax, bir digər məsələ də bu xərclərin ödənilməsi məsələsidir. Yəni mən, siz qismən toxundunuz. Mən öz avadanlığımdan, enerjidən, internetimdən istifadə edirəmsə, bunu kim ödəyəcək? Kommersiya qurumlarında bu aydın məsələdir. Amma dövlət orqanları və büdcə təşkilatlarında bu çox çətin olacaq. Yəni bu əlavə vəsait, bu işə ayırmaq üçün fiks olunmuş büdcələrdir və maliyyə nəzarəti də güclənir ölkəmizdə və biz bunu alqışlayırıq. Bu mümkün olmuyor. Ona görə dövlət orqanlarında, məsələn, yəni dövlət orqanlarında ümumiyyətlə bununla başqa da kimlər, hansı ştat vahidləri keçirilə bilər və hansı güzəştli kateqoriyaya keçirilə bilər məsafədən işə. Bununla bağlı da yəqin ki, Nazirlər Kabinetinin ayrıca bir siyahısı olmalıdır. Çünki bu günlərim Əmək və Sosial Müdafiəsi Nazirliyinin aparatı hansı işçiləri məsafədən işlədəcəm və s. müəyyən eləyə bilməz. Bu dövlət orqanının
başqa dövlət orqanının, bunu müəyyən edən orqan artıq yuxarı orqandır. Ya aydındır. prezidentin yuxarı orqanı olan Nazirlər Kabineti ya da icra hakimiyyətinin rəhbəri olan prezidentin özüdür. Yəqin ki, Sahib müəllim, burada yəqin ki, iş saatları ilə bağlı məsələ də var. Yəni, məsafədən işləyən işçi normadan az və yaxud çox işləyir və buna necə nəzarət olunacaq? Yox, burada indi bir var hasilat norması, bir var işəmuz sistemi. Onsuzsa iş yerində də mən işəmuz işləyirəmsə, bilinmir mən nə qədər etdim. Mən indi planlaşmada bu qədər iş tapşırılıb səhər-səhər, elə bilin ki, mən onu axşamacan yerinə yetirmirəmsə, artıq siz onu qiymətləndirirsiniz. Eləcə də məsafədən onu qiymətləndirirsiniz. Hasilat normasında isə bu artıq bəlli olan məsələdir. Yəni, mən hasil etdiyimə görə alacam. 8 saat, yox, 8 saat o işləməlidir. Natamam işləyəcəksə, bu artıq o natamam əmək haqqı alacaq. Yəni, əmək məcəlləsi olduğu kimi tətbiq olunacaq. Bəs əgər əksinə olarsa, işə götürən daha çox işləməyə tələb edərsə, bu da yəni əmək məcəlləsi bunu tənzimləyir. Sərəncam verməlidir. İş vaxtından artıq işə görə ödəniş də bilirsiniz ki, orada vaxtamuz və işəmuz sisteminə uyğun 2 qat və yaxud da yəni digər, yəni onun üstündə qalmayaq, çox vaxt aparacaq. Yəni o da tənzimlənir. Tənzimləyən tərəfləri var məsələn. Mən işə götürən, mən indi vaxtı qəsdən uzadıb yerinə yetirməmişəmsə, işə götürən onu qiymətləndirə biləcək ki, mən qəsdən uzadıram ki, iş vaxtından artıq işi yerinə yetirim və praktikada mən dəfələrlə görmüşəm ki, işçilər, məsələn, bir detallı lənk hazırladılar ki, şənbə, bazar günü işə çıxsınlar və ona görə 2 qat əmək haqqı alsınlar. Bu hallar olacaq. Təbii bunu biz öz iş yerimizdə də tənbəl işçi və yaxud da məsuliyyətsiz işçi bu belə eləyir, orada da məsafədən də eləyəcək. Hər halda bu yaxşı bir, bu zəruri bir məsələdir. Yaxın illərdə bu məsələ daha genişlənəcək. Ona görə də biz buradan qaçmalı deyilik. Əksinə bunu tənzimləmək üçün əlavə normalar. İndi tətbiq olunduqca, problemlər ortaya çıxdıqca, amma problemlər ortaya çıxana qədər də biz bəzi sənədləri hazırlayıb ortaya qoymalıyıq. Mənim fikrim budur. Burada bəzi maraq doğuran məqamlar da var, Sahib müəllim. İstədim buna da sizin münasibətinizi öyrənim. Məsələn, burada 46 təqvim günü məzuniyyət hüququ verilən kateqoriyaların genişləndirilməsi məsələsi var ki, bu əmək bazarına necə təsir edəcək, hansı reaksiyalar doğurulacaq və hərbi xidmətə çağırılan işçiyə 3 aylıq əmək haqqı miqdarında müavinətin ödənilməsi işə götürən tərəfindən olmalıdır və həmçinin də atalıq məzuniyyəti məsələsi də var ki, bunlar işə götürən üçün əlavə bir məsuliyyət deyək yaradır, yük yaradır, bəli, maliyyə yükü yaradır və bu praktikada hansı nəticələrə gətirib çıxara bilər? Məsələn, ən azından tutaq ki, hərbi xidmətə çağırılmamış işçiləri işə götürməkdən ehtiyat edə bilərmi işə götürənlər? Yəni, burada gizli diskriminasiya halları baş verə bilər. Necə ki, qadınlara münasibətdə gizli diskriminasiya var. Məsələn, reproduktiv qadındır, çalışırlar onu işə götürməsinlər. Analıq məzuniyyətinə gedəcək və s. Sonra gələcək, bir də gedəcək, bir də. İndi bu kişilərə də münasibətdə bu atalıq işə götürən yəqin ki, gizli diskriminasiya halları baş verə bilər. Niyə? Çünki bilirsiniz, bu əmək məcəlləsi post-sosialist dövrünün məcəlləsidir və o sosializm dövründə vahid xalq təsərrüfatı var idi və bizdə bütün məsələlər onun bir zənciri idi. Elə bir dövlət bu cibindən çıxardıb, o birisi cibindən. İndi özəl biznes var və bunlar daha çox qazanmaq istəyir. Onun cəmiyyət qarşısında sosial məsuliyyəti və s. bunlar öz yerində, amma məsələn, indi 46 gün məzuniyyət günü, 42 gün 50'li olan bütün növlər üçün məzuniyyət günü var idi, 46 gündə var idi. İndi o genişlənir siyahı və bura bütün müharibə veteranları, Çernobil əlilləri, Əfqanistan və s. digər kateqoriyalarda artır. 46 gün o ödəniş etməlidir. Yəni 21 gün əvəzinə 46 günün ödənişini etməlidir. Və işçi 46 gün işdə olmayacaq. Bu da bir problemdir. Onun yerinə kimisə tapıb gətirməlidir. Atalıq məzuniyyəti deyilən, yəni o sosial məzuniyyət 14 gün ödənişsiz idi. Əvvəl ondan heç 1% istifadə etmirdi. Amma indi 100% hamı istifadə edəcək. Çünki buna bir imtiyaz kimi baxacaqlar. Bu da işə götürənin, məsələn, hamiləliyə doğuşa görə dövlət ödəyir. Dövlət Sosial Müdafiə Fondu, sığorta fondundan gedir. Amma kişilər üçün xanımlarının doğuşuna və hamiləliyinə görə ödəniş işə götürənin cibindən gedəcək. Təsəvvür edin, xanım işləyir rəqib bir müəssisədə,
bizə rəqib və tutaq ki, bir şirkətə rəqib, əri də işləyir o bir-birindən o rəqabət aparan, bazarda rəqabət aparan müəssisədə. İndi o müəssisənin pulunu bu müəssisə ödəməlidir, belə çıxır. Yəni burada bəli, belə şeylər olacaq. Amma bu da yəni tələb idi. Beynəlxalq mən bilirsiniz Cenevrəyə gedirəm, İqtisadi Sosial Mədəni Hüquqlar üzrə BMT Komitəsinin sessiyalarında da iştirak edirəm, dəfələrlə olmuşam. Onlar da tələb eləyirdi, beynəlxalq təşkilat da tələb eləyirdi, nə feminist təşkilatlar var, onlar da tələb eləyirdi və bu da bir beynəlxalq öhdəlikdən irəli gələn məsələdir, amma bu cür tənzimləndi. Hə, onu dövlət bunu da DSMF qarşılamalı idi, yoxsa işə götürən bu başqa bir məsələdir. Fakt odur ki, bu imtiyazlar yükü, məsələn, əlilliyi olan şəxslərlə bağlı, uşaqlarla bağlı, qadınlarla bağlı çoxsaylı imtiyaz yükünün əksəriyyəti işə götürən üzərindədir. Hə, bu gizli bir diskriminasiya yarada bilər. Amma indi elə işə götürənlər var ki, ən azı dövlət sektorunda bu problem olmayacaq. Dövlət sektoru, kommersiya qurumlarında bu müəyyən qısnamalara, belə deyək, gizli diskriminasiyalara gətirə bilər. Özə bunu sübut eləmək çətindir. Yəni işə götürənə sübut eləmək çətindir ki, mən səni işə qəbul etmədim bu səbəbə görə ki, sən qadınsan, reproduktivsən, ya kişisən, gənc ailəsən, gündə gələrsən məzuniyyət üçün, yaxud əlilliyin var, yaxud vətən qarşısında xidmətin var, onu deməyəcək ona. Başqa adla onu işə qəbul eləməyəcək. Ola bilər belə şey. Amma indi bu imtiyazların olması zəruridir. Başqa məsələdir ki, bəzi ölkələrdə tutaq ki, bunu xüsusi fondlardan ödəyirlər. Bəzi ölkələrdə dövlətin o sığorta sistemi qarşılayır bunu. Bəzi ölkələrdə yenə işə götürənlərin üzərində qalır. Çünki işə götürən də bir qədər məsuliyyəti olmalıdır. Hər halda bu məsələnin tənzimlənməsi yaxşıdır. Amma mən dediyim risklər var. Aydındır. Məzuniyyət dövrünün hesablanması ilə bağlı İslam müəllim istədim buna da münasibət bildirək. Qanunvericilikdə aparılan dəyişikliklər işçilərin və işə götürənlərin hüquqlarına bu məsələ praktiki olaraq necə təsir göstərəcək? Burada birinci qeyd etməliyimiz məsələ Əmək Məcəlləsinin 111-ci maddəsinə edilən dəyişiklikdir ki, orada məzuniyyət dövrü üçün orta əmək haqqının hesablanması ilə bağlı ora yeni bir qanunvericiliyin yeni bir qeyd hissəsi əlavə olundu ki, məzuniyyət dövrü üçün orta əmək haqqı hesablanarkən bu orta əmək haqqı işçinin sonuncu əmək haqqından, yəni sonuncu ay üzrə çox ədalətli dəyişiklikdir. Bəli, az olmamaqla ödənilməlidir. Bu zərurət hardan gəldi? Misalla izah eləmək istəyərəm. Belə ki, bildiyimiz kimi bir çox bayramların çox olduğu aylarda işçilər məzuniyyətə çıxdıqda bu halda bir çoxumuzun da başına gəlibdir. Həmin dövrdə iş günü az olduğu üçün bizim əmək haqqı həmin iş gününə münasibətdə əmək haqqı azalırdı, amma iş gününə münasibətdə əmək haqqı hesablanırdı, amma məzuniyyət təqvim günlərinə münasibətdə hesablanırdı. Bu halda bir çox hallarda həmin dövrdə məzuniyyətə çıxanda məzuniyyət dövrü üçün aldığımız orta əmək haqqı həmin ay üzrə alacağımız əmək haqqından aşağı olurdu. Bəli. Bu da bəli, bu praktikada eyni zamanda işçilərdə bir çox problemlər yaradırdı. İşə götürənlər məzuniyyətlə bağlı növbə cədvəllərini müəyyən edərkən burada bayramlar çox olan aylarda heç kim çıxmaq istəmirdi və bu da işə götürənlər üçün də, işçilər üçün də problemlər yaradırdı. Bu dəyişiklik birbaşa artıq bu problemi aradan qaldırır. Bu dəyişiklik mahiyyəti nədir? Yəni işə götürən həmin ay üzrə, bu ay üzrə məzuniyyətə çıxırsa, çıxdığı ay üzrə nə qədər əmək haqqı alacaqdısa, ondan az olmamaqla orta əmək haqqı hesablanmalıdır. Ondan artıq ola bilər, artıq olduğu halda artıq tətbiq olunmur. Amma əgər həmin ay üzrə hesablanan, məzuniyyətə çıxdığı dövr üzrə hesablanan orta əmək haqqı, onun həmin məzuniyyətdə olduğu dövr üzrə olmasaydı alacağı əmək haqqından az ola bilməz. Bu ən birinci, belə deyək, mütərəqqi dəyişiklikdir və bu, dediyim kimi, böyük mübahisələr, problemləri aradan qaldırır. Digər bir dəyişiklik də işçinin elə bu dəyişikliyin davamı olaraq ödənişsiz özündən asılı olmayan səbəblərdən ödənişsiz məzuniyyətdə olması və ya qismən ödənişli sosial məzuniyyətdə olduğu dövrlərin əmək məzuniyyətinə çıxarkən nəzərə alınıb alınmaması ilə bağlı olan məsələdir. Bu da bəli bir çox
əsasən də biz müşahidə edirdik, təhlillərdə müəyyən olunur ki, qismən ödənişli sosial məzuniyyətdə olduqdan sonra qayıtdıqda işə qayıdan işçilər məzuniyyətə çıxmaq istədikdə onun orta əmək haqqı aşağı olurdu. Bu da artıq həmin dövr nəzərə alınmadan, yəni həmin dövr ona ən yaxın tam işlədiyi tam aylarla əvəz olunmaqla hesablanacaq. Bu da birbaşa işçinin xeyrinə, işçinin mənafeyi üçün olan əsas dəyişiklikdir. Digər bir dəyişiklik Sahib müəllim də qeyd elədi, atalıq məzuniyyəti 125-ci maddəyə edilən dəyişiklikdir. Burada indi praktiki bir çox suallar ortaya çıxır. Biz onlarla bağlı artıq izahlar verməyə başlamışıq. Yəni bizim özümüzə də çoxlu suallar daxil olur əmək və işçi xidmətinə. Deməli, atalıq doğuşla əlaqədar, övladın doğulması ilə əlaqədar atalara doğuşdan əvvəl və doğuşdan sonra olmaqla ümumilikdə cəmi 14 təqvim günü ödənişli məzuniyyətin verilməsi nəzərdə tutulur. Burada da məzuniyyətin ən azı bir günü doğuşdan və ya doğuşdan əvvəl və ya doğuşdan sonra müəyyən olunmaqla verilməlidir və tibb müəssisəsinin arayışı əsasında verilməlidir. Yəni bu qanunun həmin müddəasına bir çox belə deyək də suallara əsasən izah verilməsi. Burada bir məsələ icazə verim. Mən artıq zəng eləyiblər mənə, ona görə deyirəm. Deməli, xanımı aparırlar, yəni hiss olunur ki, yəni doğuş ərəfəsində aparırlar perinatal mərkəzə, amma orada doğuş baş vermir. Bu halda necə olacaq? Bu arayışını alıb gətirib vermişdi artıq. Yəni doğuş 10 gün gecikdi. Birincisi 10 gün geciksə 10 gün o yüzden o qadının məzuniyyəti artdı o heç öz yerində. Bu da bir mühüm dəyişiklikdir. Özə DSM verəcək onda pulun. Amma burada artıq doğuşdan əvvəl və sonra məsələsi qalır, ortada qalır və elə olur ki, hansı arayışı gec gətirə bilir və s. Doğuşdan sonraya düşür bu məzuniyyət və burada açıq qalan məsələlər var. Bununla bağlı əlavə izahata yeri gəlmişkən ehtiyac var. Yəni doğuşun ləngiməsi səbəbindən, hər hansı arayışın verilməsi səbəbindən bu əvvəl və sonra məsələsində problemlər ortaya çıxır. Mən hesab edirəm ki, yağın artıq sizin diqqətinizdə. Bəli, onunla bağlı artıq. Yəqin ki, bununla bağlı artıq tibbi arayışlar olmalıdır. Tibbi arayışlar, bəli, tibb müəssisəsinin arayışı necə ki, analıqla bağlı, belə deyək, doğuşla bağlı analara verilən arayışda oxşar arayış tibb müəssisələri tərəfindən edilir. Yəni o arayış elektron olacaq yoxsa hal-hazırda onunla bağlı artıq onun rəsmiləşdirməsi ilə bağlı bizim əmasda əmrin rəsmiləşdirməsi ilə bağlı dəyişiklik edilibdir. Çox böyük ehtimal ki, biz bilirik ki, bütün biz bu kimi halları elektronlaşma ilə tənzimləməyə çalışır ki, hər dəfə işçi gedib hansısa tibb müəssisəsinə kağız versiyada alıb gətirməsin. Bildiyimiz kimi xəstəlik vərəqələri artıq elektronlaşdırılır və əmasla, bəli, bizim əmas sisteminə inteqrasiya olunubdur. Gələcəkdə yəni bu arayışlar da artıq Səhiyyə Nazirliyi tərəfindən verilən bu arayışlarında əmasla inteqrasiya olunmaqla məzuniyyətin verilməsi nəzərdə tutulur. Qalıbsa bəli, vaxtımız az qalıb, amma buyurun. Yəni məzuniyyətlərlə bağlı bir mühüm dəyişiklik də odur ki, həmişə, yəni əvvəl belə idi ki, işə götürən işçi mütləq ərizə yazmalı idi ki, işə götürən əmr verə bilsin. Bəli. Bu praktikada xeyli problem yaradırdı. Yəni yazmırdılar, qəsdən ilin sonunda kompensasiya alırdılar və bu da yəni büdcə təşkilatlarında xüsusən buna vəsait tapmaq çətin olurdu və kommersiya qurumlarda artıq xərcət düşməli olurdular. İndi bu belədir. Yəni təklif olunan qrafiklə müəyyən olunan, yaxud təklif olunan vaxtda iş getmədikdə ona elektron xəbərdarlıq edilir. O xəbərdarlığı ignor etdikdə artıq işə götürən öz mülahizəsi əsasında əmr verir. Ərizəsi olmadan. Ərizəsi olmadan belə. Yəni bu da işə götürənlərin mənafeyinə daha çox uyğundur. Vaxtımız məhduddur, amma mən sonda bir sual vermək istəyirəm hər birinizə, Sahib müəllim. Əvvəla qeyri-formal məşğulluq problemi var. Bu sahədə indiki bu dəyişikliklərin bu sahəyə təsiri necə ola bilər? Və ümumilikdə götürsək, əslində bu dəyişikliklər belə deyək, bir kənardan hətta səthi ola bilər ki, qiymətləndirməklə ilk nöqteyi nəzərdən. Bu dəyişikliklər daha çox işçilərin xeyrinədir, yoxsa işə götürənlərin? Daha çox mənim fikrimə görə işçilərin xeyrinədir, amma biz işçilərin işə götürənin mənafeylərini nəzərə almasaq, sonda bu
problemə çevriləcək. Biznes inkişaf eləməlidir ki, Təbii. ona görə də biz hər bir işçi xeyrinə qərar qəbul eləyəndə o işə götürənin biznesin belə deyək, maraqlarını da nəzərə almalıyıq. O ki qaldı sizin sualınızda ki, qeyri-formal məşğulluq. Əmək münasibətləri yalnız formal əmək bazarını əhatə edir. Yəni qeyri-formal əmək bazarında nə baş verirsə, məsələn, ailə kəndli təsərrüfatları var da bizdə. Aqrar sektor bütövlükdə bizdə qeyri-formal sektorda. Bütövlükdə demək olmaz, indi orada müəyyən faiz var, amma bütövlük əksəriyyət hissədə qeyri-formal. Bizdə minlərlə qeyri-rəsmi əmək kollektivləri var. Bir qadalar, bir prorab, 5-6 işçini götürür, ev tikir, ev qurur və s. Burada özünə məşğul insanları təbii ki, bu əhatə etmir əmək məcəlləsi. O özünə məşğul insanlar başqa cür rəsmiləşdirməlidir. Kiçik sahibkar ya mikro sahibkar kimi qeydiyyatdan keçməlidir. Qeyri-formal əmək bazarı ilə bağlı bu məsələlər açıq qalır. Açığı bizim də yəni Əmək və Sosial Müdafiəsi Nazirliyində, İqtisadiyyat Nazirliyində uzun müddətli planda məqsədi odur ki, qeyri-formal əmək bazarının həcmini məhdudlaşdırılsın. Bütün dünyada qeyri-formal əmək bazarı var. Amma onun həddi 50%-dən yuxarı olanda artıq bu ciddi bir sosial problemdir. Yəni onlar burada işə götürəndə itirir. İşçi də itirir, dövlət də itirir. Dövlət vergi və sosial ödəmələr şəklində itirir, həm də dövlətin marağındadır ki, vətəndaşın hüquqları müdafiə olunsun. Yəni hər tərəf itirir burada. Və sonda qısaca olaraq istərdim İslam müəllim sizdən soruşum, bu dəyişikliklərin bilavasitə vətəndaşlara, onların əmək münasibətlərində ki vəziyyətə təsiri, bunu necə hiss edəcək vətəndaşlarımız? Real təsirlərindən dəmar olacaq. Belə deyək də, bir çox bizim əmək fəhşi xidmətinə daxil olan şikayətlərdən görünür ki, bu məzuniyyətlərlə bağlı, məzuniyyətin hesablanması ilə bağlı, işçilərin tələbləri başqa formada olurdu, amma işə götürənlər onu başqa formada icra edirdilər. Və hesab edir ki, artıq bu dəyişikliklər bir çox o tipli sualları, işçi ilə işə götürən arasındakı bu mübahisələri aradan qaldıracaq. Yəni, birinci növbədə əmək hüquqları ilə bağlı, əmək münasibətləri ilə bağlı mübahisələr kifayət qədər azalacaq. İşçilər baxımından təbii ki, yəni işçilər baxımından mütərəqqi burada dəyişikliklər var. Bayaq qeyd elədik, atalıq məzuniyyətidir. Yəni bu artıq həm işçinin motivasiyasını artırmaq baxımından, işçinin əmək münasibətlərinin yanaşmasına müsbət təsir göstərəcək, həm də ki, ailə münasibətlərinin möhkəmlənməsi, ailə münasibətlərinin inkişafına da təsir göstərəcək. Yəni bu sadəcə biz əmək məcəlləsinə, əmək qanunvericiliyinə edilən dəyişiklik kimi yox, eyni zamanda da belə ölkəmizdə ailə institutuna, ailə dəyərlərinə verilən bir dəyər kimi bunu qiymətləndirə bilərik. Belə ki, yəni bildiyimiz kimi, yəni uşağın doğulması istənilən ailə üçün ən həssas, ən çətin dövrlərdən biridir və bu dövrdə atanın həm ailənin yanında olması, övladının yeni doğulan körpəsinin yanında olması bu həmin ailə münasibətlərində möhkəmlənməsinə gətirib çıxaracaq. Təşəkkür edirəm və yekun olaraq yəqin ki, belə bir yekun nəticəyə gələ bilərik ki, əslində bu proses sahib müəllim də qeyd elədi ki, daimi gedən bir prosesdir. Əmək məcəlləsində dəyişikliklər və tələbatdan irəli gələrək müəyyən dəyişikliklər, islahatlar həyata keçirilir və indi hal-hazırda bizim qarşılaşdığımız bax bu dəyişikliklər amma biz hamısını əhatə eləmədik. Çox ciddi başqa dəyişikliklər də vardı. Yəqin bir dəfə də qayıtmalı olacaq bu məsələdə. Çoxdur dəyişikliklər. Təbii ki, mütləq qayıdarıq. Çünki həqiqətən 400-dən yuxarı dəyişikliklər varsa, onların hamısını bir verilişin vaxtına sığışdırmaq qeyri-mümkündür təbii ki. Amma növbəti verilişlərimizdə mütləq bu məsələyə bir daha toxunaraq həqiqətən də aktual bir mövzudur və inanırıq ki, bu işlərin yekunu olaraq, sonucu olaraq bu islahatlar, bu dəyişikliklər sonda Azərbaycan vətəndaşının xeyrinə olacaq. Fərqi yoxdur, işə götürəndir və yaxud da işçidir və ümumilikdə Azərbaycanımızın, Azərbaycan iqtisadiyyatının inkişafına müsbət təsir göstərəcək. Təşəkkür edirəm hər ikinizə. Çox sağ olun ki, bizə vaxt ayırdınız. Bir daha xatırladaq ki, biz bugün əmək münasibətləri ilə bağlı qanunvericilikdə dəyişiklikləri müzakirə etdik. Qonaqlarımız Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov və Dövlət Əmək Müfəttişliyi Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə idi. Müzakirəmiz isə burada yekunlaşır. Sağ olun, sağlıqla qalın.